Onu da bilmək lazımdır ki, hər bir həkim öz xəstəsi ilə yaşayır, öz xəstəsi ilə sağalır. Əgər xəstəsinin başına bir iş gəlirsə, öz xəstəsi ilə ölür. Ona görə də həkimlər hər zaman öz xəstəsi ilə bərabər sağalır, öz xəstəsi ilə bərabər də ölür. Türkiyənin məşhur müğənnisi Volkan Konak bir mahnısında belə deyirdi: "Doktorlar haradan bilsin insanın canının ağrısını? Bəzən belə düşünülür ki, həkimlər xəstənin ağrısını, dərdini tam anlamır. Sizcə bu fikir nə dərəcədə doğrudur? Həkimlər doğrudan da soyuqqanlı olur, yoxsa bu onların peşə borcu naminə taxdıqları bir maskadır? Yoxsa ki, həkimlərin öz peşə davranışlarına görə duyğularını göstərməməsinin nəticəsidir?" Həqiqətən o soyuqqanlı o mənada işlənmək doğru deyil, amma həqiqətən də həkim özü xəstə olmayınca xəstənin dərdini çox başa düşə bilmir. Xəstənin yaşadığını oxuduğu kitablardan məsələn, mən hər zaman xəstəyə deyirəm ki, şikayətin nədir, ya yanında gələn adamların üzünə baxır, ya mənim üzümə baxır. Mən də ona başa salıram ki, sənin bu hissləri, sən yaşayırsan bu ağrını, sən yaşayırsan bunu həkimindən də, çevrəndən də, yaxınından da, oğlundan da, uşağından da daha çox sən bilməlisən. Çünki o ağrıları sən yaşayırsan. Məsələn, həkim deyək ki, stenokardi ağrısının nə olduğunu bilir, amma bunu yaşamır. Ona görə də bir tərəfdən o söz doğru deyilmiş sözdür, bir tərəfdən isə soyuqqanlılıq o mənada, yəni o hissləri həkim yaşamır. O mənada demək olar, onu işlətmək olar, amma onu da bilmək lazımdır ki, hər bir həkim öz xəstəsi ilə yaşayır, öz xəstəsi ilə sağalır. Əgər xəstəsinin başına bir iş gəlirsə, öz xəstəsi ilə ölür. Ona görə də həkimlər hər zaman öz xəstəsi ilə bərabər sağalır, öz xəstəsi ilə bərabər də ölür. Cerrah başaya koydum canımın yarisini, canımın yarisini.